Oxatan bürcündən mən qorxuram. Bunu həmişə demişəm. Oxatan bürcündə olan insanların həyatını girdinsə, ona dəymə. Əsəbinə toxunma. Nə deyirsə həd elə. 5 dəqiqə də olar əsəbləşməyi. Amma vay o gündən oxatanın tərsinə gedəsən, bax orada böyük müharibə başlayar. Oxatan bürcündə olan insanlar qərarlı insanlardır. Sevgidə də qərarlıdır, duyğuda da qərarlıdır, aktuallıqda da qərarlıdır. Oxatan şarımdır, öz bir tərzi var. Amma psikopat insanlardan biridir. Həyatında olan insanı öz doğmalarına belə qısqanır. Yəni baxın, həyatında olan insanı öz doğmalarına belə qısqanır. Oxatanın bir xasiyyəti var. Səni sevdisə bitdi. Xoşbəxt edəcək səni. Amma vay o gündən oxatan bürcündə olan insanlara nəyəsə yalan danışırsan. Danışma. Qəti danışma. Oxatan bürcündə olan insan yalanı bağışlamır. Səhvin varsa get denə. Denə ki, belə bir səhv eləmişəm. Oxatan ürəyi yumuşaqdır, mərhəmətlidir, amma baxır harda. Yaşadığını yaşatdıracaq. Amma oxatan bürcündə olan insanları görünüşlə, var dövlətlə, pulla, oyla, boyuna mümkün deyil. Oxatanın bəyləri muskoy xarakterikanı daşıyır, həmçində qadınlar. Oxatan sevəndə ürəklə sevir, ehtirasla yox. Oxatan sevəndə cəsarətlə sevir. Bunu yadınızda saxlayın. Oxatan bürcü qəlb qırmaz, kin saxlamaz, bağışlamağı bacarandır, kiməsə qarşı qəddar olmaz, düşmənçilik aparmaz. Mərhəmətli olan oxatanlar birinin gözyaşlarına deyil, üzündə olan gülüşlərə səbəb olar. Oxatan bürclərinin ən sevdiyim tərəfləri bilirsiniz nədir? Nə varsa onların dilindədir. Onlar heç vaxt bir şeyi gizlətməzlər. Ya fikrindəkini deyər, ya da ümumiyyətlə o şeyi fikirləşməz. Əgər bir oxatan bürcü sənə bir şey deyirsə, bil ki, onu dəfələrlə fikirləşib, dəfələrlə artıq o mövzunun üzərindən keçib və dəqiqləşdirib ki, indi sənə deyir. Heç vaxt bir oxatan boş-boşuna danışmaz əzizim. Həyatında bir oxatan varsa, bil ki, sənə hər zaman həqiqətləri deyən bir insan var. Ona görə də çalış ki, oxatan bürcün itirməyəsən. Sevilirsiniz.